Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 25-ci gününün imsak vaxtına, bəlkə də gələcək bir illik taleyimizin yazılacağı o həlledici Qədr gecəsinin ən güclü ehtimallarından birinə qədəm qoyuruq. Əziz və dəyərli izləyicilər, bizim həyatda ən böyük dərdimiz qapıların üzümüzə bağlanmasıdır. Ruzinin qapısı bağlanır, şəfanın qapısı bağlanır. Bəzən elə hiss edirik ki, göylərin də qapısı üzümüzə bağlanıb. Biz xilas olmaq üçün insanlara yalvarır, yollar axtarırıq. Lakin kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm bizə öyrədir ki, qapalı qapıları açan yeganə güc insanın qəlbindəki xalis sevgi və təmizliyidir. Bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz qəlbini dünyadan təmizləyənlər üçün açılır. Bugün biz 25-ci günün insanın daxili kompasını təmir edən o sirli duasını kəşf edəcəyik. Bugün sizinlə heç bir böyük ibadəti olmayan bir bədəvinin Rəsulullah'a etdiyi tək bir sevgi etirafı ilə cənnətin ən böyük zəmanətini necə qazandığını öyrənəcəyik. Cənnətdəki bircə xurma ağacı müqabilində dünyadakı 600 ağaclıq nəhəng bağını və evini heç düşünmədən yetimə bağışlayan Əbu Dəhdahın sarsıdıcı fədakarlığını eşidəcəksiniz. Kainatın əfəndisinin məscidin sütununa bağlanmış ən qəddar düşmənini necə nəhəng bir rəhmətlə bağışlayıb qəlbini fəth etdiyinə şahid olacaqsınız. Və İmam Əlinin dövlət işlərini kənara qoyub şəxsi söhbətə başladığı an, xəzinəyə aid olan şamı necə söndürdüyünü, mütləq ədalətin o qan donduran zirvəsini dərk edəcəyik. İndi dünyanın səsküyünü arxada qoyun, qəlbinizi təmizləmə vaxtı gəldi. Ramazanın 25-ci günü imsaka oyanıb səccadə üzərində əyləşdiyimiz zaman oxuduğumuz dua tamamilə fərqli bir fəlsəfəyə malikdir. Biz burada pul və ya birbaşa bağışlanma istəmirik. Biz daxili kompasımızın təmir edilməsini istəyirik. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahümmə cəlni fihi muhibbən li əvliyaik. Yəni, Allahım, məni bu ayda öz dostlarını sevənlərdən et və muadiyən li ə'daik və sənin düşmənlərinə düşmən et. Müstəmmən bi sünnəti xatəmi ənbiyaik, məni peyğəmbərlərinin sonuncusunun sünnətinə tabi olanlardan et. Ya asimə qulubin nəbiyyin, ey peyğəmbərlərin qəlblərini qoruyan Rəbbim. Bu duanın memarlığına diqqət edin. İlk istədiyimiz şey Allahın sevdiyi insanları sevməkdir. Niyə? Çünki sən kiminləsən, onunla da həşr olunacaqsan. Əgər qəlbin bu dünyanın zalımlarına, saxta parıltılarına bağlıdırsa, ruhun onlarla bərabər batacaq. Amma əgər Allahın dostlarını sevərsən, o sevgi səni birbaşa cənnətə çəkən bir qüvvəyə çevriləcək. Biz məni öz dostlarını sevənlərdən et deyirik. Amma çox vaxt qorxuruq ki, ibadətlərimiz azdır, bəlkə əməlimiz bizi xilas etməyəcək. Rivayət edilən bu qan donduran hədis, sevginin necə böyük bir qurtuluş sənədi olduğunu bizə sübut edir. Bir bədəvi, yəni səhra ərəbi, məscidə daxil olub kainatın əfəndisinə yaxınlaşıb soruşdu. Ya Rəsulallah, qiyamət saatı nə vaxt qopacaq? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onun diqqətini gələcəkdən bugünə çəkmək üçün o sarsıdıcı sualı verdi. Bəs sən o gün üçün nə hazırlamısan? Bədəvi başını aşağı saldı. Onun lovğalanacaq dağlar qədər ibadəti, qızıllarla verdiyi sədəqələri yox idi. Lakin onun göyləri lərzəyə gətirən o xalis və səmimi etirafına baxın. Ya Rəsulallah, mənim çoxlu namazım, çoxlu orucum və sədəqəm yoxdur. Amma mənim qəlbimdə Allah və onun Rəsulunun sevgisi var. Mən sizi sevirəm. Bəşəriyyətin rəhbəri ona baxdı və bütün ruhların qanununu bəyan edən o əbədi müjdəni verdi. Əntə mə'ə mən əhbəbt, sən axirətdə sevdiklərinlə bərabər olacaqsan. Böyük səhabə Ənəs ibn Malik bu hadisəni danışanda ağlayaraq deyirdi. İslamı qəbul etdikdən sonra bizi bu söz qədər sevindirən ikinci bir şey olmadı. Çünki mən Rəsulullahı sevirəm. Əməlim onlarki kimi olmasa da bu sevgiyə görə cənnətdə onlarla birgə olacağıma ümid edirəm. Allahu Əkbər.
25-ci günün imsakında məni dostlarını sevənlərdən et deyəndə Rəbbinizə bunu deyirsiniz. Allahım, əməlim zəif olsa da, mənim qəlbimi səni və sənin rəsulunu təmiz sevdiyim üçün onlarla cənnətdə bərabər et. Duanın ikinci hissəsində biz, məni Peyğəmbərinin sünnətinə tabi olanlardan et deyirik. Sünnətə tabi olmaq, bəzən Rəsulullahın bir kəlamı üçün bütün dünyanı əlinin tərsi ilə itələməkdir. İmam Əhmədin rəvayət etdiyi Əbu Dəhdahın hekayəsi, səhabələrin Allahın Rəsulunu necə sevdiyinin qan donduran sübutudur. Mədinədə yetim bir uşaq öz bağının ətrafına divar çəkərkən, qonşusunun bir xurma ağacı divarın xəttinə düşdü. Yetim uşaq qonşusundan o ağacı ona satmasını istədi, amma qonşu rədd etdi. Uşaq ağlayaraq Peyğəmbərimizin yanına gəldi. Rəsulullah o adamı çağırıb dedi, o xurma ağacını bu yetimə ver, qarşılığında sənə cənnətdə bir xurma ağacı zəmanət edirəm. Lakin dünya malına gözü doymayan adam bunu rədd etdi. Orada oturan səhabə Əbu Dəhdah heyrətdən dondu. O dərhal Rəsulullahın yanına qaçıb soruşdu. Ya Rəsulallah, əgər mən o ağacı o adamdan alıb bu yetimə versəm, o cənnətdəki ağac mənim olarmı? Peyğəmbərimiz, bəli, sənin olar, dedi. Əbu Dəhdah Mədinədə içində düz 600 xurma ağacı, böyük evi və şirin su quyusu olan nəhəng bağını o bircə ağaca dəyişərək adama verdi və evə qaçdı. Qapıda dayanıb arvadına səsləndi. Ey Ümmü Dəhdah, çıxın o bağdan, uşaqları da götür çıx. Mən bu bağı cənnətdəki bircə xurma ağacına satdım. Qadının o möhtəşəm cavabına baxın. Nə qazanclı ticarət etmisən, ey Əbu Dəhdah, çıxırıq. Bunu görən kainatın əfəndisinin gözləri yaşardı və asimana baxaraq o tarixi cümləmi bəyan etdi. Cənnətdə Əbu Dəhdah üçün meyvələri sallanan o qədər nəhəng və çox xurma salxımları var ki, Allahu Əkbər. 25-ci günün imsakında məni sünnətə tabi et deyəndə Rəbbinizə məhz bunu deyirsiniz. Allahım, dünya malı ilə cənnət arasında qalanda mənə Əbu Dəhdahın qəlbini və cəsarətini ver. Bəs kainatın əfəndisi ona və müsəlmanlara ən çox zülm edən qatı düşməni əlinə düşəndə sünnətə tabi olmağı necə göstərirdi? Biz bugün bizə kiçik zərər vuranı bağışlaya bilmirik. Rəvayət edilən Sümamə ibn Üsalın hekayəsinə diqqət edin. Sümamə Peyğəmbərə və müsəlmanlara ən çox nifrət edən, əlinə düşən səhabələri şəhid etmiş qəbilə rəislərindən idi. O səfərdə ikən əsir düşərək Mədinəyə gətirildi və Peyğəmbərin əmri ilə məscidin sütunlarından birinə bağlandı. Peyğəmbərimiz onun yanına gəlib soruşdu. Ey Sümamə, nə düşünürsən, səninlə nə edəcəyimi gözləyirsən? Sümamə qürurla dedi. Əgər məni öldürsən, qanı axıdılmalı birini öldürmüş olarsan. Əgər bağışlasan, şükrədən birini bağışlamış olarsan. Peyğəmbər ona əzab vermədi. Əksinə əmr etdi ki, ona ən gözəl yeməklərdən və öz dəvəsinin südündən versinlər. Bu hal 3 gün davam etdi. 3-cü gün Peyğəmbər yenə eyni sualı verdi və eyni cavab aldı. Bəşəriyyətin rəhbəri müsəlmanların qanını tökmüş bu qəddar düşməndən intiqam almaq üçün tam gücü olduğu halda zərrə qədər zərər vermədən səhabələrə əmr etdi ki, Sümaməni azad edin. Düşmən sərbəst buraxıldı. O şoka düşmüşdü. Uzağa getmədi. Yaxındakı bir su qaynağında yuundu, dərhal məscidə qayıtdı və bütün səhabələrin qarşısında şəhadət gətirərək müsəlman oldu. Sonra isə o tarixi, qəlbləri titrədən sözləri dedi. Ya Rəsulallah, Allaha and olsun ki, yeryüzündə mənim üçün sənin üzündən daha nifrət etdiyim bir üz yox idi. Amma indi sənin üzün mənə bütün üzlərdən daha sevimli oldu. Allahu Əkbər. Baxın sünnətə. Qılıncla deyil, nəhəng bir mərhəmət və əxlaqla ən qatı düşmənin qəlbini fəth etmək. 25-ci günün imsakında məni sünnətə tabi et deyəndə Rəbbinizə məhz bunu deyirsiniz. Allahım, mənə pislik edənlərə qarşı imkanım çatdığı halda belə mənə o rəhmət Peyğəmbərinin bağışlayıcı qəlbi kimi bir qəlb ver. Qəzəbimi rəhmətə çevir. Biz məni dostlarını sevənlərdən et deyirik. Allahın ən böyük dostu olan İmam Əlinin əleyhisselamın həyatı
qəlbin qürurdan və dünya malından necə təmizləndiyini göstərən nəhəng bir məktəbdir. Tarixi mənbələrdə rəvayət edilir ki, bir gün İmam Əli xidmətçisi Qəmbər ilə birlikdə bazara getdi və 2 köynək aldı. Biri daha keyfiyyətli və bahalı, digəri isə daha kobud və ucuz idi. Bazar əhli gözləyirdi ki, xəlifə təbii olaraq bahalı olanı özü geyinəcək. Lakin İmam Əli gözəl və bahalı köynəyi Qəmbərə uzadıb dedi: "Bunu sən geyin, ucuzunu isə özü geyindi." Qəmbər heyrət içində: "Ya əmirəl-möminin, sən xəlifəsən, bahalı köynəyi geyinmək sənə daha çox yaraşır." İmam Əlinin cavabına baxın: "Ey Qəmbər, sən gəncsən, gənclərin gözəl görünmək arzuları olar. Sən gözəlini geyin, mən isə yaşlıyam, mənə fərq etməz, bu sadə köynək mənim üçün yetərlidir." Bütün xəzinələr əlində ola-ola xidmətçisinə bahalı, özünə ucuz köynək seçən rəhbər. 25-ci günün imsakında məni dostlarını sevənlərdən et deyəndə, Rəbbinizə məhz bunu deyirsiniz: "Allahım, mənim qəlbimdən kibri al, mənə İmam Əlinin qəlbindəki o təvazökarlığı bəxş et." Bəs nəhəng bir imperiyanı idarə edən bu dahi insanın iş dövlətin malına, xalqın əmanətinə gəldikdə ədalətlə sınağı necə idi? Tarix elə bir həqiqətə şahiddir ki, bu qiyamətə qədər bütün rəhbərlərin vicdanını sarsıtmalıdır. Bir gecə İmam Əli əleyhissalam otağında əyləşib Beytül Malın, yəni dövlət xəzinəsinin hesablarını yoxlayır, İslam imperiyasının maliyyə işlərini nizamlayırdı. Dövlət işlərini görməsi üçün masasının üzərində bir şam yanırdı. Qəfildən dövrün 2 tanınmış siması Təlhə və Zübeyir onun ziyarətinə gəldilər. Onlar içəri girib salamlaşdılar, əyləşib İmam Əlidən şəxsi həyatı, vəziyyəti barədə soruşmağa, ümumi məsələlərdən danışmağa başladılar. Söhbətin dövlət işlərindən çıxıb şəxsi məcraya yönəldiyini görən İmam Əli əleyhissalam irəli əyildi və masanın üzərində yanan şamı üfürərək söndürdü. Otaq qaranlığa qərq oldu. Sonra imam öz şəxsi çantasına əl atdı, oradan başqa bir şam çıxarıb yandırdı və masaya qoydu. Qonaqlar heyrət və çaşqınlıq içində soruşdular: "Ya əmirəl-möminin, sən niyə o birinci şamı söndürüb bunu yandırdın? Bunların fərqi nədir ki?" İmam Əli insanı dəhşətə gətirən o mütləq ədalət qərarını səsləndirdi. "O söndürdüyüm şam dövlətin xəzinəsinin pulu ilə alınmışdı. Mən dövlətin işini görəndə onun işığından istifadə etmək mənə halal idi. Amma siz dövlət işini qoyub mənimlə şəxsi söhbətə başladığınız an, mənim xalqın işığını öz şəxsi söhbətim üçün yandırmağa haqqım yoxdur. Bu ikinci şam isə mənim öz zəhmətimlə, şəxsi pulumla aldığım şamdır." Allahu Əkbər. Baxın onun ədalətinin incəliyinə. Xalqın şamından öz şəxsi söhbəti üçün bircə damla belə əriməsinə icazə verməyən rəhbər. Ramazanın 25-ci günündə məni dostlarının yoluna yönəlt deyəndə Rəbbinizə yalvarırsınız. Allahım, əlimdə imkan olanda məni mənə aid olmayana toxunmaqdan qoru. Hətta bir şam qədər kiçik olsa belə, mənə İmam Əlinin o sarsılmaz ədalətini və dürüstlüyünü bəxş et. İndi dərindən, aramla bir nəfəs alın. Bütün o fiziki yorğunluğunuzu, dünya malına olan gizli həvəsinizi və qorxularınızı bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü 25-ci gecənin, Qədr gecəsinin o mütləq sükutunda təsəvvür edin. Asimandan enən mələklər bəlkə də məhz sizin qəlbinizin saf bir sevgiyə və fədakarlığa çevrilməsini gözləyir. Birincisi, mütləq sevgiyə sığının. 25-ci günün duasını pıçıldayın. Məsciddə heç nəyim yoxdur, ancaq sizi sevirəm deyən o bədəvini xatırlayın. Qəlbinizi xalis sevgi ilə doldurun ki, axirətdə sevdiklərinizlə bərabər olasınız. İkincisi, əxlaqla sünnətə tabi olun. Yetim üçün 600 ağaclıq bağını fəda edən Əbu Dəhdahı və məscidin sütununa bağlanmış düşmənini bağışlayan Rəsulullahı xatırlayın. Cənnəti istəyirsinizsə, dünya malından keçməyi və qəzəbinizi udmağı öyrənin. Üçüncüsü, ədalətli və təvazukar olun.
Xidmətçisinə bahalı köynək alan və şəxsi söhbət üçün dövlətin şamını söndürən İmam Əlinin o misilsiz ədalətini xatırlayın. Gücünüz olanda mərhəmətli və mütləq ədalətli olun. Siz bu qaranlıqda tək deyilsiniz. Siz imsakın nuru ilə oyanan, qəlbini saxtalıqlardan yuyub mütləq sevgiyə təslim edən xüsusi bir bəndəsiniz. Əgər bu video qəlbinizdəki o yükü yuyub apardısa, sizə ilahi sevgiyə yenidən sarılmaq cəsarəti verdisə, zəhmət olmasa bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun və rəy bölməsində onun mütləq rəhmətinə olan ehtiyacınızı bəyan etmək üçün bu cümləni yazın. Allahım, məni öz dostlarını sevənlərdən və sünnətə tabi olanlardan et. Qəlbimi xalis sevgi ilə doldur və məni saxtalıqlardan qoru. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim onun sevgisi ilə dolu olsun. Allahummə salli alə seyyidina Muhammedin və alə ali seyyidina Muhammed. Hələlik Allah amanında.